Zərifə Əliyeva, Azərbaycan elminin parlaq simalarından biri, yüksək insani keyfiyyətləri ilə yaddaşlara həkk olunmuş böyük şəxsiyyətdir. Onun həyatı elmə, insan sağlamlığına və xeyirxahlıq ideallarına həsr olunmuş nümunəvi bir ömür yoludur. Zərifə Əliyeva oftalmologiya sahəsində böyük uğurlar qazanmış, göz xəstəliklərinin diaqnostikası və müalicəsi istiqamətində mühüm elmi yeniliklərə imza atmışdır. O, xüsusilə istehsalat şəraitində yaranan peşə xəstəliklərinin öyrənilməsi ilə məşğul olmuş, bu sahədə qiymətli tədqiqatlar aparmışdır. Onun elmi fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamış, beynəlxalq elmi dairələrdə də yüksək qiymətləndirilmişdir. Akademik kimi Zərifə Əliyeva həm də gənc alimlərin yetişməsində böyük rol oynamış, onların elmi fəaliyyətinə dəstək olmuşdur. Onun rəhbərliyi ilə bir çox elmi işlər yazılmış, yeni nəsil oftalmoloqlar formalaşmışdır. Mehriban ana, qayğıkeş insan Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də ailə dəyərlərinə böyük önəm verən bir ana idi. O, övladlarına sevgi, qayğı və düzgün həyat prinsipləri aşılamış, onların yüksək mənəvi dəyərlərlə böyüməsinə çalışmışdır. Onun ailəsinə olan bağlılığı, səmimiyyəti və sadəliyi onu tanıyan hər kəsin qəlbində xüsusi yer tutmuşdur. Zərifə Əliyevanın həyat fəlsəfəsində insanlara yardım etmək, onların dərdlərinə şərik olmaq əsas yer tuturdu. O, həkim olaraq minlərlə insana şəfa vermiş, eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə də seçilmişdir. Onun humanistliyi, mərhəməti və insanlara olan sevgisi bugün də nümunə kimi göstərilir. Zərifə Əliyevanın zəngin elmi irsi, yazdığı əsərlər və yetişdirdiyi tələbələr bugün də yaşayır və inkişaf edir. Onun adı Azərbaycan tarixində təkcə alim kimi deyil, həm də böyük ürəyə sahib bir insan kimi həmişə hörmətlə anılır. Bugün Zərifə Əliyeva Azərbaycan qadınının zəka, mərhəmət və güc rəmzi kimi xatırlanır. Onun həyat yolu hər bir insan üçün örnəkdir. Elmə bağlılıq, insanlara sevgi və xeyirxahlıqla dolu bir ömür necə yaşanmalıdır sualına ən gözəl cavabdır. Ana ne kadar da azizdir bu ad, nesilden nesile aparır bizi. Ona baş eğdikçe biz oluruk şad, nefesi yaşadır bu dünyamızı. Senin zəhmətinə heyranıq ana, biz senin adınla ad kazanmışız. Senin niyetine kurbanı ana, sen kalbimize nur saçan ışık. Var mı yeryüzünde ele güv ve güç, senden mühkem olsun ya da kince. Senden mühkem olmaz ne polat bürünç, sen tekince alam hiç yoktur mence. Var mı yeryüzünde ele güv ve güç, senden mühkem olsun ya da kince. Senden mühkem olmaz ne polat bürünç, sen tekince alem hiç yoktur mence. Sensiz bar getirmez bahçalar, bağlar. Işıklı günümüz geceye benzer. Sensiz yaş akıdı körpeler ağlar. Oğlunda kızında sergerdan gezer. Kartal dağlar üstte gezer emişe. Dağlar onun üçün əzizdir ana. Sendeni götürür her gül ben ölse, karşımda bilhamı acizdir ana. Bir bak ne oğullar verdin dünyaya, kahraman Koroğlu Babək senindi. Yayılmış şöhreti ulduza aya,
Millət xilaskarı Heydər sənindir. Bir bax nə oğullar verdin dünyaya, qəhrəman Koroğlu Babək sənindir. Yayılmış şöhrəti ulduzaya.